Salam aleyküm bir daha, hər biriniz xoş gördük dostlar. Ümumiyyətlə spin sistemi deyəndə mövzu hansısa bir balıqdan və yaxud da hansısa bir balıqçılıqdan ibarət deyil. Spin sistemi demək olar ki, mövzu olaraq geniş mövzudur. Spin sistemi deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə balıqla qidalanan, iri hərəkətdə olan bütün növ canlılardan qidalanan balıq və balıq növlərindən söhbət gedir. Növ olaraq, məsəl üçün, şahmayı balığını adətən balıqçılar belə bir sözü var, deyim mirni balıqdır. Yəni, sakit balıqdır, yırtıcı olmayan balıqdır, amma bununla bağlı kifayət qədər həm YouTube kanalında, həm digər videolarda, yəni istəsəz axtarıb, araşdırıb tapa bilərsiniz. Bu balıq növü özü yırtıcı balıq fəsiləsinə gedir. Bunun getməyinə səbəb odur ki, o balıq da özünün həm cinsini, həm də digər balaca balıqları tutur və ondan qidalanır. Böyümək üçün, xüsusən də o balıqlar yetkinin yaşında daha çox bu balıqlardan ovlanış edirlər. Yaxşı, biz buna gedərkən, şahmayı da ola bilər bu balıq, digər məsəl üçün, sudak balığı ola bilər, durna balığı ola bilər, perç deyilən bir balıq var, bu ola bilər, xəşəm və yaxud da xəşəmbaş, belə bir adı var, iki növdə bunlar. Bu dediyim balıqlar iki növdə olan balıqdır. Həm xəşəm növ olaraq jerex növünə aiddir. Amma xəşəm baş, bu Xəzər xəşəminə aiddir. Yəni xəşəm növ olaraq iki yerə bölünür. Və digər növlərinin adını çəkə bilərik. Məsəl üçün, bir şey də qeyd edim ki, sulağın 25-dən çox növü var. Durna balığının 50 və daha çox növü var. Yəni bu ümumi dünya ərazisində səpələnmiş növlərdən söhbət gedir. Azərbaycanda cəmi 4 növü var. Sudağın isə digər deməli payıqdır, sudaqdır. Bu balıq növlərinin isə 6 və 6-ya yaxın. Bəzi növlər var ki, onlar risk altındadır. Yaxşı dostlar, mən bununla bağlı sizə bəzi qamışların seçimləri və onlar haqqında olan məlumatları sizə çatdırmaq istəyirəm. Qamışların bildiyimiz kimi növləri olaraq 3 yerə bölünür. Bu qamışların birinci növbədə bunların böyük əksəriyyəti beynəlmiləl dillər ingilis dili olduğu üçün bütün ümumiyyətlə bu modellərin hamısını ingiliscə səsləndirilir. Məsəl üçün, layk qamışı yüngül qamış fəsiləsindədir və onlar kateqoriya olaraq iki hissəyə bölünür. Biri layk qamışdır, biri ultra layk, yəni daha həssas və daha həssas. İkincisi, deməli, qamışlar gedir, bunlar medium qamışlar, bunlar orta növ qamışlardır, müəyyən qramajlar arasında dəyişir. Onların da 3 kateqoriyası var. Üçüncü qamışlar isə, bunlar sərt qamışlar gedir. Sərt qamışın, deməli, bunların da kateqoriyası iki hissədən ibarəti, hard və very hard. Very bu da artıq daha çox şiddəti göstərir. Hal-hazırda bəzi növlərdən sizə göstərmək istəyirəm. Bax, hal-hazırda belə bir gözəl atçək qamışımız var hal-hazırda əlimdə. Bu qamışın qramajı 3-15 qram aralığındadır. Və 3-15 qram aralığından əlavədə boyu 2 metrə 10 santıdır və iki hissədən ibarətdir. Dostlar, bəzən yeni variant deməli bizim qamışlara hər bir yeni çıxan qamışa belə bir ad deyirlər ki, Fuji kalso. Yəni bu artıq Fuji biz bildiyimiz ki, bu Yapon mənşəli sözdür. Mənası paslanmayan deməkdir. Yəni paslanmayan, xarab olmayan, suda hansısa eroziya uğramayan. Bu qamışın ən gözəl özəlliklərindən biri odur ki, üstündə olan, buna üzəngidə deyirlər, kalso da deyirlər, kalso üzükdə deyirlər, kalso rus sözüdür əslində. Və bu ümumi boyu isə, hansı ki qamışın həssas dəyərləri var və bu qamış bıstrostroy, yəni bunu ruslar daha güclü və yaxud da axırıncı kalen deyilən bir anlayış var. Və gördüyünüz kimi həssaslığı ultra light qamışdır. Yəni hal-hazırda görürsünüz ki, qamışın həssaslığı çox həssasdır və bu imkan verir ki, biz atdığımız wobleri, xırda cikləri və digər variantları çox həssas şəkildə işlədə bilək. İki hissədən ibarətdir, çox mobilnidir. Yəni çox rahat şəkildə biz bunu götürüb hansı ova gedə bilərik. Qiymət məsələsini də sizə açıq şəkildə deyirəm. Qiymət məsələsi 35 manatdır. Bakı ilə buranın arasında elə çox yüksək qiymət fərqimiz yoxdur. Demək olar ki, xalqımıza, millətimizi, cəmaatımızı maksimum çalışırıq ki, onların cibinə uyğun olsun. Atçək balıqçılığı sportivni balıqçılıq sistemidir. Yəni belə idman balıqçılığına aiddir və bu balıqçılıq eko sisteminə aiddir. Eko, yəni mövqe olaraq konkret şəkildə, yəni təbiəti sevər, təbiəti sevən, yəni bu mənada olan balıqçılıqdır.
Bundan başqa məsəl üçün mən bu dediyim 3-15 qrama aiddir və light qamış bölməsinə aiddir. Əgər bu 1-5 qram və yaxud da 1-6 qram aralığında olsaydı, bu zaman bu qamış olacaqdı ultra light, yəni daha həssas qamışlar. Digər variant qamışa keçmək istəyirəm. Bu tip qamışlar əsasən wobbler sistemini üçün nəzərdə tutulub. Durna balığı, xəşən balığı, xəşənbaş balıq belə də deyirlər buna. Əlavə olaraq, növ olaraq 2 metrə 10 santı standart qəbul olunur. Amma bunların boyu 1.80, 2 metrə 10 santı, 2 metrə 70 santı və 3 metrəyə qədər olur. İstisna hal 3 metrədir. Adətən 3 metrə xəşən ovlarında istifadə olunur. Balıq daha uzaqdadır və oradan gətirməkdən ötürü. Əlində olan bu qamış 5-20 qram aralığındadır. 2 hissədən ibarətdir və boyu 2 metrə 10 santıdır. 2 hissədən də ibarət olduğu kimi də, yəni hal-hazırda göstərirəm qamışın boyunu. 2 hissə mobilnidir, rahat şəkildə götürüb və qramajı olaraq 112 qramdır. Yəni çox həssas qamışdır. Digər qamışı da göstərmək istəyirəm. Bu qamış 10-30 qram aralığındadır. Bu tipli qamışlara mediumun axırıncı variantları deyilir. Qramaj olaraq 7-28, 10-30, 6-36 ta 10-40-a qədər. Yəni 10-40 kateqoriyasından sonra artıq qamışlar sərt qamış sisteminə keçir. Boyu 2 metrə 10 santıdır, 2 hissədən ibarətdir. Adətən durna balığında, xüsusən də qamışı lotkadan və yaxud da qıraqlardan ovlanması üçün daha idealdır. Və seçimlərimiz də buna uyğun seçimlərimiz olur. Və bunu da hal-hazırda qatlayacağım. Digər variantları da dostlar sizə göstərəcəm. Yaxşı, qamışla bağlı seçimlərimizi elədik. Bəs bizə əlavə olaraq nə lazımdır? Çünki biz qamışı seçdik, qamışla bağlı müəyyən bilgilərimiz oldu. Bu bilgilərlə bağlı biz əlavə müəyyən kombin sistemindən istifadə etməliyik. Adətən bu seçimlərdə baraban, orada dostum bir barabanın zəhmət olmasa oradan verin. Baraban sistemi mütləqdir. Yəni buna katok da deyirlər, baraban da deyirlər, reis də deyirlər. Yəni növləri çoxdur. Firmasınındır. Bu orijinal növdədir. Adətən gecə üçün işıqlandırılmada bu tipli barabanlardan biz istifadə edirik. Çünki birazdan biz qoyuruq arasa istirahət edirik, dincəlirik gecə vaxtı. Çönüb baxanda biz artıq bu deməli barabanın işıqlanmasını görürük və bilirik ki, artıq bu barabanımız hardadır. Və onun bütün imkanları da verir. Əlavə olaraq qulplar da var. Qulpları dəyişəndir. Adam var həm soldan çəkə bilir, adam var sağdan çəkə bilir. Yaxşı, həmin bu qamışa biz bu barabanı monte elədik və bu barabanın növləri çoxdur dostlar. Bizə sadəcə indi hal-hazırda əlim atdım, bu barabanı götürdüm. Bu barabanın qiymətləri də çox ucuz və münasib qiymətə gəlib bizim Ağdaş okean balıqçılıqdan əldə edə bilərsiniz. Bundan başqa bu barabana biz hansısa bir ip məmulatı dolamalıyıq. Və yaxud da bu jirka da ola bilər. Jirka ümumiyyətlə çox bəyənilmir. Çünki açmağısı, uzaq məsafəyə getməsi və digər məsələlərdə istənilən effekti əldə etmək olmur. Wobblerlərin hərəkətlənməsi üçün, müəyyən bir tonusa düşməsi üçün adətən ipliklərdən istifadə olunur. Brityonkalar bildiyiniz kimi çoxlu brityonkaları var. Gördüyünüz kimi məsələn 150 metrə, adətən spin balıqçılıqda uzunluq məsafəsi 150 metrədən uzaq olmur. Bu tək istifadə etmək üçündür. Bəzən 500 metrəliklər də var. Bəli, bizim 3 qamışımız var. Müxtəlif növlərdən istifadə edə bilirik. Bir 500 metrə alırıq, zamanla xarab olur və onu biz dəyişirik. Yaxşı olar ki, yırtıcı balıqçılıqda 8 və ondan yuxarı olan toxumalardan istifadə edirik. 8, 12 daha ideal hesab olunur. Yırtıcı balıqda əgər biz xəşəm tutmaq istəyirsə, demək xəşəm hardasa 40-50 metrə sahildən kənardadır. Biz bunun üçün 2.70 qamış ən ideal hesab olunur. Ora çatdırmaq üçün bizə 0.8 leska lazımdır və ya da 0.8 brityonka lazımdır. Yaxşı olar ki, bu 8 toxuma olsun və brend olsun. Brend olmağın səbəbi şərt deyil. Brend olmağın hansı bir səbəbi var. Üstündən müəyyən hansı ki, laklardan istifadə olunur. Bu laklar imkan verir ki, o həmin makinədən istifadə olunsun və uzaq məsafəyə keçsin. Digər məsəl üçün, həmin bu brityonkaların başına xüsusi belə deməli tellər taxılır.
Bu yırtıcı balıq bildiyiniz kimi bu tellərdən istifadə olunur. Çünki o 2-3 çeynəməyə artıq həmin jilkanın, prityonkanın məhv olmasını gətirib çıxarır. Onun üçün belə dəmir daş tellərdən istifadə etməliyik. Bundan başqa nə deyə bilərəm? Məsəl üçün seçimlər artıq burada sistem olaraq çoxludur. Məsəl üçün wobbler sistemi əlavə olaraq wobbler sözü bizim dildə simasız deməkdir. Yəni simasız deməkdir. Bir sözün bir mənası simasız deməkdir. Dəmir qaşıqlar, blesna deyirlər buna. Dəmir qaşıqlar. Bax, kateqoriya olaraq bayaq sizə deməli qamışların kateqoriyasının qiymətləndirməsini sizə dedim. Məsələn, tutaq ki, 28 qram, 30 qram. Məsələn, biz əgər 30 qramlıq, 10-30 qramlıq qamışa biz 35 qramlıq, 45 qramlıq bir yükü yükləsək, bu qamış mütləq ki qırılacaq. Digər məsələlər də burada var. Məsələn, təzə bizim boblerlərimiz gəlib. Bu boblerlərimiz BR King firmasınındır. 2 hissəlidir, megalondur. Bu çox gözəl effekt əldə edə bilirik. Bax, bu tipli boblerlər isə suda ovunda və xəşəm ovunda daha yaxşı effekt etmək olur. Bu tipli qaşıqlar isə Kasmaster sistemi gedir. Bu tipli sistem düzü ad olaraq tam şəkildə xatırlaya bilməsəm də Kasmaster ilk dəfə bu firma olaraq onu adlandırılmışdı və digər variantlara gedir. Yaxşı, ideal olaraq sizə digər balıqların hansı növlərin daha doğru seçimi müəyyənləşdirilməsində nə məsləhət bilərdim? Bu hər bir balıqçının öz şəxsi təcrübəsinə uyğun dəyişir. Məsəl üçün, əgər biz oktyabr ayında, noyabr ayında isə biz bilirik ki, bu vaxtlar çoxlu su yağışlar yağır, su hövzəsi böyüyür. Bu tipli açıq rənglərdən istifadə etməliyik. Yəni biz açıq rəngləri cəlb etmək üçün, balığın diqqətini cəlb etməkdən ötürü bu tipli rənglərdən istifadə etməliyik. Və yaxud da açıq gümüşü rənglərdən istifadə etməliyik. Bu tipli rənglərdən istifadə etməliyik. Yəni bu qoyu rənglər üçündür. Əgər həddən artıq çox tündürsə, o zaman qışqıran rənglər, keçid rənglər, palyaço rənglər, klon rənglər və bu tipli rənglərdən istifadə etməliyik. Dostlar, siyahlı dalağa bağa çox uzada bilərik. Mən bununla bağlı istəyirəm ki, öz fikrimizi burada yekunlaşdıraq. Ümumiyyətlə, malımız çoxdur. İnşallah tez-tez canlılar açacağıq. Nə suallarınız olsa bizim bu videolarımızın altından öz fikirlərinizi bildirərsiniz. Biz də inşallah maksimum çalışacağıq ki, sizin bu fikirlərinizi dəyərləndirək. Necə deyərək, o balıqçıların əsas bir gözəl deyimi var. Hər birimizə rast gəlsin, hər birimizə uğur olsun. Dostlar, bununla da yekunlaşdıraq və hər birimizə öz dərin təşəkkürümü, minnətdarımı bildirirəm. Sağ olun. Dənizin qoynunda nə gözəl həqiqətlər, qarmaqlar əlimizdə, ürək dolu ümid. Hər 6-cı gün yenilənir bir yeni zəncir.